Dərsinizə yazılsam ilk aydan nə qədər qazanacağam? Bu sual tələbələrimdən tez-tez gəlir. Gəlin birlikdə hesablayaq. İlk dərsdən başlayaq. İlk dərsimiz bioqablaşdırma və şəxsi brendin güclənməsi olacaq. Nədən başlamaq lazımdır deyə bilməyənlər isə bu dərsdə öyrənəcək. Artıq ilk dərsdən sonra başqa insanlar üçün professional bioqablaşdırmalar edə bilərsən. Bir bionu ortalama 30-50 manata etmək olar. Həmin həftə ikinci dərsdə storytelling və çəkiliş montaj dərsimiz olur. Başqa sahədə olanlar üçün storytelling xidməti göstərir. Ortalama 100-200 manat arası storyləri üçün ssenarilər yaza bilərsən. Həmin anda ilə montajlarda götürə bilərsən. Tək montajdan videodan asılı olaraq 10, 15, 30 manat arası gəlir əldə edə bilərsən. Aylıq 30-40 video olsa 300-400 manat pul edir. Gələk süni intellekt dərsimizə. Üçüncü dərsimiz süni intellekt olacaq. Bu hissədə artıq AI ilə videolar hazırlaya biləcəksən və hazırda AI ilə minimum 50 manatdan video hazırlaya bilərsən. Artıq montajı da bildiyi üçün bu xidməti paket şəklində də sata bilərsən. Sonra gəlir əməkdaşlıqlar və alqoritma dərsləri. Bu hissədə artıq reklam almağı, düzgün əməkdaşlıqlar etməyi, səhifəni böyütməyi öyrənəcəksən. Burada həm reklamlardan qazanc əldə edəcəksən, həm də bu nöqtədə artıq SMM kimi işləməyə hazırsan. Bugünkü bazarda bir Instagram səhifə idarə etməsi minimum 500-800 manatdır. İstəsən sadəcə ssenari yaza bilərsən. Ssenarinin birini 20-30 manata. Gündə neçə dənə yazacağını özün hesabla. Və ən əsası sonda satış dərsimiz olacaq. Çünki satışı bilmədən baxışında, izləyicində sənə pul qazandırmayacaq. Bu dərsdən sonra artıq insanlarla düzgün danışmağı, storylərdə satış etməyi, izləyiciləri müştəriyə çevirməyi öyrənəcəksən. Xoş gəldin gülüm dünyama. Bu hissədən sonra bütün gəlirini 2, hətta 3-ə vura bilərsən. İndi isə ən maraqlısı odur ki, səncə sən öz sahəndə nə qədər qazana bilərsən? Şərhlərdə öz sahəni yaz və nə qədər qazana biləcəyin məbləği. Bu arada mayda keçirəcəyim təlimə bu gün endirimli yazılmağın son günüdür. Qeydiyyat üçün mənə direktə yaz.